Bismillahirrahmanirrahim. Allah Taala'nın yarattıkları günlərin arasında ən böyük, əzəmətli, fəzilətli gün Qədirxum günüdür. Və ən böyük bayram Qədirxum bayramıdır. Tez-tez eşitmişsiniz. Allah Taala Qur'an-ı Kərimi mübarək Ramazan ayının Qədr gecəsində, Əhya gecəsində nazil edib. Ən üstün gecə 1000 aydan üstün olan Qədr gecəsidir. Qur'an-ı Kərim nazil olub və günlərin də arasında ən üstün gün, ən fəzilətli gün Qədirxum günüdür. Nədir Qədirxum günü? Qədirxum günü Peyğəmbərimiz Allahın salamı olsun ona və əhl-i beytinə ömrünün son günlərində, son vida həccindən qaydanda Əmir-əl-Müminin Həzrəti Əleyhisselamı Allah Taalanın əmri ilə ümmətə, müsəlmanlara rəhbər təyin etdiyi gün hesab olunur. Bununla bağlı Qur'an-ı Kərimdə Qədirxumla bağlı ayələr var. Maidə surəsinin 67-ci ayəsində Allah Taala Peyğəmbərə əmr eləyir. Peyğəmbər, ya əyyuhər rəsul, Allah tərəfindən sənə nazil olanı çatdır. O cümlədən də Maidə surəsinin 3-cü ayəsi, bugün dininiz kamilləşdi ayəsi də həmin gün nazil olmuşdur. Bizim bugünkü mövzumuz Qədirxum bayramının fəziləti, əzəməti və şəraiti haqqında olacaq. Bu bayram gərək möhtəşəm, əzəmətli qeyd olunsun. Elə buna görə də gərək biz bu bayramı tanıyaq. Tanımasaq, o bayramın qədrini bilmərik. Tanımasaq, o günün qədrini bilmərik və o bayramı layiqincə yerinə yetirmərik, layiqincə keçirmərik. Birinci, həmin gün bayramdır. Həmin gün bayram etmək lazımdır. Hətta həmin gün ən böyük bayramdır. Əziz Peyğəmbərimiz, Allahın salamı olsun ona və əhl-i beytinə buyurur. Yevmə Qədirxum əfdalu a'yatu ümməti. Qədirxum günü ümmətimin ən fəzilətli bayramıdır. Nəinki bayramdır? Ümmətimin ən fəzilətli, üstün bayramı nə zamandır? Qədirxum günüdür. O gündür ki, Allah Taala mənə əmr etmişdir, adı uca olsun, qardaşım Əli ibn Əbi Talibi. Ümmətə mən bayraq təyin edeyim, hidayət edən təyin edeyim. Onun vasitəsilə hidayət olsunlar. O, həmin gündür ki, Allah Taala dini kamilləşdirmişdir. Nemətini ümmətimə tamamlamışdır. İslam dini onlar üçün razı qalmışdır. Maidə 3-cü ayəni Peyğəmbər burada ondan sitatlar gətirir. 2. Əhl-i beyt imamlarımız Qədirxumdan danışanda bəzən onlara sual verirdilər. Ağacan, 3 bayramdan əlavə bayram var. Eşitdiyimiz, bildiyimiz Fitr bayramıdır. Ramazan ayından sonra qeyd olunur. Qurban bayramıdır. Bir də cümə günüdür. İmamlarımız buyururdular, möminlər üçün bu 3 bayramdan əlavə, Fitr və Qurban bayramından əlavə də bayram var. Nəinki var? Hətta o ən böyük bayramdır. İmam Sadiq Əleyhisselam bu hədisi buyurur. Mən məzmunun sizin diqqətinizə çatdırdım. Buyurur ki, möminlər üçün o 3 bayramdan əlavə Qədirxum bayramı da var ki, hətta ən böyük bayram hesab olunur. O hansıdır? Əmir-əl-Mömin Əleyhisselamı Qədirxumda əlin qaldırdı Peyğəmbərimiz və əlin qaldırandan sonra onun vilayətini bütün qadınların və kişilərin boynuna vacib etdi. Hətta bəzi hədislərdə var, Qədirxum bayramı o qədər əzəmətlidir ki, bu 4 bayram ki var, bunların arasında Qədirxum bayramı parıldayır. Necə ki, başımızı qaldırıb göylərə baxanda, ulduzların arasında ay belə parıldayır. Kəl-qəməri beynəl kəvakib. Necə ulduzlar arasında ay parıldayır, bayramların da arasında Qədirxum bayramı belə parıldayır. Bu qədər üstündür. Başqa bir hədisdə İmam Rıza əleyhissalam buyurur ki, göylərdə o bayram yerlərdən daha çox məşhurdur. Qədirxum günü göylərdə yerlərdən daha çox məşhurdur. Həmin gün mələklər bayram qeyd edir. Nə qədər əzəmətlidir. Mələklər də həmin günün yer kürəsində, yer üzərində biz bayram qeyd edirik. Tək xeyr, bizdən də yaxşı. Göylərdə mələklər həmin günü bayram qeyd edirlər və hədislərə əsasən həmin gün əmr olunur Cəbrail əleyhissalam tərəfindən Beytul Məmurun qarşısında bir kürsü, kəramət kürsüsü, minbəri qurulsun. Cəbrail əleyhissalam onun üstünə qalxır və bütün mələklər onun ətrafına toplanır. Göylərdə olan bütün mələklər ora yığışırlar və Cəbrail əleyhissalam orada neynəsə yaxşıdır Qədirxum günündə. Həzrət Əleyhisselamın vilayətini qəbul edən, ona məhəbbəti olan insanlar üçün dua edir, Allahdan bağışlanmaq istəyir. Qədirxum bayramı göylərdə daha çox məşhurdur. Peyğəmbərlər həmin günü bayram eləyiblər. İmam Sadiq Əleyhisselam həmin bayram haqqında danışanda buyurur ki, Qədirxum bayramı ən böyük bayramdır. Allah Taala elə bir peyğəmbər göndərməmişdir ki, həmin günü bayram etməsin.
Həzrəti Adəm əleyhissalamdan ta İslam peyğəmbərinə qədər nə qədər peyğəmbər gəlibsə, bizim hədislərə əsasən nə qədərdir? 124 min peyğəmbər onu bayram ediblər. Nə qədər əzəmətli gündür, nə qədər fəzilətli gündür. Və həmçində həmin günü əhd peyman günüdür ki, sonra İmam Sadiq əleyhissalam onun göylərdə və yerdə olan adından danışır. Göylərdə də adı var o günün, yerlərdə də adı var ki, hədisin ardını daha oxumuram. Hətta bəzi peyğəmbərlərin başına gələn əhəmiyyətli hadisələr Qədrxum bayramında olub. Məsələn, Həzrəti Adəm əleyhissalam üçün ən mühüm məsələ nə idi? Tövbə etməsidir. Eşitmisiniz? O ağacdan ki yedi, həmin gün tövbəsi qəbul olan gün. Quran deyir, onun tövbəsi qəbul oldu, Qədrxum günü olub. Quran buyurur, İbrahim əleyhissalamı oda atdılar, odda yanmadı. Odunu yandırmadı. İmam buyurur ki, həmin gün Qədrxum günü idi. İbrahim əleyhissalam odda yanmadı və arda da var bu qədər kifayətlənirəm. Qədrxum bayramı, Qədrxum günü elə bir gündür ki, bütün peyğəmbərlər, peyğəmbər dünyasını dəyişirsə, Allahın salamı olsun onların hamısına özündən sonra bir rəhbər, canişin qoymalıdır. Bu qanundur. Necə ki, bizim İslam peyğəmbər də bunu etmişdir. Bütün peyğəmbərlər özünə canişin, rəhbər özündən sonra insanlara imam, rəhbər təyin eləyəndə Qədrxum günündə təyin edirlər. Həzrəti Adəm əleyhissalam oğlu Şeys peyğəmbəri. O cümlədən də Musa peyğəmbər sağlığında Harunu, qardaşı Harunu, dünyasını dəyişəndən sonra Yuşəb Nununu, o cümlədən də İsa peyğəmbər Şəmunu. İsa peyğəmbərin canişin adı kimdir? Şəmundur. Onlar hamısı Qədrxum günündə o rəhbərləri təyin ediblər. Allahın salamı olsun onlara. Qədrxum günü və Qədrxum bayramı yerlərdə əzəmətli peyğəmbər imam əlini qaldırır, həmin günü bayram qeyd eləyir. Göylərdə mələklər bayram qeyd eləyir. Peyğəmbərlər onu hamısı bayram qeyd eliblər. Hətta qiyamətdə də, axirətdə də o günün əzəməti var. Bəli, qiyamətdə günlərin arasında, Allah Taala'nın yaratdığı günlərin arasında 360 bəzi illər, 365, 66 təqvimlər müxtəlifdir. İlin bütün günlərin arasında qiyamət günü 4 günü xüsusi olaraq möhtəşəm bəziyib gətirərlər. Necə ki, gəlini belə bəziyirlər. Və İmam Sadiq əleyhissalam buyurur ki, o 4 bayram ki, onların arasında 4 bayram, onların biri cümədir, fitr bayramıdır və qurban bayramıdır. Bir də nədir? Qədrxum bayramı. Bu 4 dənə günü bəziyərlər, hörmətlə sanki gəlini bəy otağına aparırlar o cür. Qiyamətdə Qədrxum bayramı hörmətlə yad olunacaq, hörmətlə gətiriləcək bu formada. İmam Sadiq əleyhissalam buyurur, cəmaət əgər bilsəydi, İmam Sadiq məsumdur, imamdır. Haqq olan natiq İmam Cəfər Sadiq and içir. İmam söz desə gözümüz üstə yeri var. Əhl-i Beytdəndir. İmam Sadiqin elmi hamısına daha bəyandır. İmam Sadiq Əhl-i Sünnə qardaşlarımızın 2 imamının, Maliki məzəbinin Maliki ibn Ənəs, Hənəflərin İmam Əbu Hənifənin müəllimidir. O 2 imam da bu 2 imamdan dərs alıb vasitə ilə 4'ünün də hətta nə olur? Müəllimi. İkisinin birbaşa, ikisinin isə dolayısı yolla İmam Sadiq əleyhissalamın elmi aydındır. Amma imam and içir. Vallahi and olsun Allaha, əgər cəmaat layiqincə bu günün əzəmətini bilsəydilər, layiqincə tanısaydılar, hər gün mələklər onlarla 10 dəfə görüşərdi. Günə bax, əzəmətə bax. İnsanlar. Biz əgər tanısaq Qədrxum nədir? Onun həqiqətini başa düşsək, mərifətimiz olsa, mələklər gündə 10 dəfə bizlə görüşərlər. İmam Sadiq əleyhissalam buna and içir. Və sonra imam buyurur. Allah Taala'nın o günü tanıyanlara verdiyi bəxşişlər saysız hesabsızdır. Kim o günü tanıyırsa, o günü Allah ona elə bir hədiyyə bəxşişlər verirsə, onu verir, onun heç bir say hesabı yoxdur. Kaş Allah Taala bizi o insanlardan qərar versin inşallah. Amin. Şeytan o günü amma bizdən yaxşı tanıyır. Ustaddır da, daha peyğəmbərlərdən bu günümüzə qədər təcrübəli hiləgər varlığıdır. İblis tarixə əsasən 4 yerdə nalə çəkib, şivən qoparıb. İmam Baqiri və İmam Sadiq əleyhissalamdan nəql olunur. 4 yerdə o nalə çəkib. 1. Lənətləndiyi gün. Allah Taala ki, lənətin göndərdi. Həmin gün nalə çəkib.
Allahın dərgahından qovuldu. 2. Yerə enən gün, hubut günü. Göylərdən yerə enən günü. 3. Peyğəmbərə, Allahın salamı olsun və əhl-i beytinə peyğəmbərlik verilən gün. Məbəs. 4-cüdə nə olsa yaxşıdır? İmam Əli əleyhissalama imaməti elan olunan gün. Deməli, peyğəmbərliklə yenə də ümidi var idi ki, peyğəmbərlik elan olundu, narahat oldu ki, bu peyğəmbər ki, bilirdi, gəldi Allahın salamı olsun və əhl-i beytinə daha insanları bəşəriyyəti azdıra bilməyəcək. Amma deyir ki, bəlkə peyğəmbərdən sonra nəsə elədim. Amma İmam Əli əleyhissalamı rəhbərə qoyandan sonra iblis bildi ki, bu din aradan aparmaq olmayacaq. Necə ki, Qur'an-ı Kərimdə Allah Teala Maidə 3-də buyurur ki, bugün kafirlər məyus oldular. Kafirlər məyus olublar. İmam Əli rəhbər gözləyirlər ki, peyğəmbər dünyasını dəyişsin, başını qoysun, bu din aradan gedəcək. Ondan sonra peyğəmbər də yoxdur. Amma İmam Əli əleyhissalam rəhbər təyin olunmaqla bu din yaşadı və həmin günü iblis Qədirxum bayramında, 4-cü Qədirxum bayramında İmam Əli rəhbər təyin olunan gün nalə çəkib. Qədirxum bayramdırsa, bu bayramı Əhl-i Sünnə qardaşlarımız da qeyd eləyirlər ya yox? Bəli, Əhl-i Sünnə qardaşlarımız da qeyd eləyirlər. Baxmayaraq ki, həmin gün İmam Əli əleyhissalamın rəhbər təyin olunanda haqqında deyilən mən hər kəsin mövlasıyam, rəhbəriyəmsə Əli də onun mövlası, rəhbəridir kəlməsinə baxışları fərqlidir. Amma Əhl-i Sünnə qardaşlarımızın da kitablarına müraciət eləyəndə, alimlərinin nəzərlərinə baxanda görürük ki, onlar da bu günü əzəmətini, bayram olduğunu, ən böyük bayram olduğunu qəbul edirlər. Əli-Qədir kitabı nəql eləyir, Əhl-i Sünnənin bir neçə alimin adını çəkir. Hal-hazırda onların kitabları durmaqdadır. Biri Əbu Reyhan Biruninin Əl-Asarul Baqiyə Ən Qurunil Xaliyyə adlı kitabında. O cümlədən də nəql eləyir İbn Xalqandan və İbn Təlhə Şafiin Mətalibus Suul kitabından nəql eləyir ki, Əhl-i Sünnə qardaşlarımız da həmin gün İmam Əlinin şənində surudlar oxuyublar, Qədirxumun bayram olduğunu qeyd ediblər. Hətta adət ənənə üzrə bəzi Əhl-i Sünnə qardaşlarımız yaşayan məntəqələrdə də onlar şiələrə qoşulublar. Həmin günü bayram kimi qeyd ediblər. Yaxşı. Əlavə bəs nə dəlillərimiz var həmin gün bayram olmağına? Həmin gün bayram olmağına Əhl-i Sünnə qardaşlarımızın kitablarında bizim əziz Peyğəmbərdən Allahın salamı olsun ona və əhl-i beytinə Peyğəmbər həmin günü bayram qeyd edib. Qardaşlar, təbrik nə zaman deyilir? Bayramda. Biz yeni ildə, Novruz bayramında görürük, təbrik edirəm yeni ilinizi, bayramınızı təbrik edirəm. Peyğəmbər Qədirxumda Allahın salamı olsun ona və əhl-i beytinə buyurdu. Ey cəmaat, mənə təbrik deyin. Mənə neyin? Təbrik deyin. Bayramdır da. Bayramda təbrik deyirlər də. Həmin gün neynəmişdi ki Peyğəmbər? Ona təbrik deyilsin. Mənə təbrik deyin. Çünki Allah Taala məni nübüvvətə, peyğəmbərliyə, əhl-i beytimi imamətə seçmişdir. Mənaqib-i Əbu Talib, o cümlədən də digər əhl-i sünnə qardaşlarımızın kitabı Səalabidən və Hələbidən nəql olunur. Peyğəmbər əmr verdi. Həzrət Əleyhisselamın haqqında danışandan sonra, əlin qaldırandan sonra neynəsinlər? Ona təbrik desinlər. Əmr verdi. Deməli, bayram idi ki, Peyğəmbər də əmr verdi ki, neyin? Həmin günü təbrik demək lazımdır. Və bildiyiniz kimi, eşitdiyiniz kimi ilk Peyğəmbərimizə təbrik deyənlər də birinci, ikinci, üçüncü xəlifə Əbu Bəkir, Ömər, Osman və sonra da Təlhə və Zübeyr olmuşdur tarixə əsasən. Bunu kim nəql edib? Əhl-i sünnə alimləri. Əhməd ibn Həmbəl özünün Müsnəd kitabında, Təbəri, Təfsiri Təbəridə, Şəhristani Əl-Milal və Nihəl kitabında, Cəlaləddin Suyuti, Cəm'ul Cəvami kitabında və Sirrül Aləmində Qəzzali nəql ediblər ki, o bayram günündə bəxin deməklə İmam Əlini təbrik edən ilk birinci və ikinci xəlifə olmuşdur. Hətta birinci olduğunu Təbəri özünün Əl-Vilayə adlı kitabında qeyd etmişdir. Hətta ikinci xəlifənin özündən Əhl-i Sünnə qardaşlarımızın kitabında var, gəlmişdir. Özü də etiraf edir ki, həmin gün bayramdır. Sadəcə gününü həmin gün hesab eləmir. Nədir o? Nəql edirlər bir gün Kəb Əhbar yaxud da ki, başqa biri, Yəhudilərdən biri, ikinci xəlifə Ömərə dedi, sizin kitabınızda bir ayə var. Əgər o bizim haqda, bizim dinimizdə olsaydı, biz həmin günü bayram qeyd eləyərdik. Ömər soruşdu, hansıdır? Əl-yevm əkməltu ləkum dinəkum. Bugün dininizi kamilləşdirdim. Ömər etiraf elədi, bəli.
Amma sadəcə gününü həmin gün bilmədi. Bayram olduğunu etiraf eləyib. Ayənin də bayramda nazil olduğunu deyib. Amma sadəcə gününü Ərəfə yaxud da Cümə günü olduğunu deyib. Səhih Buxari bunu nəql etmişdir. Ona görə də biz baxırıq Əhl-i Sünnə qardaşlarımızın kitablarına, onlar da nəql edirlər ki, Ömər bəzi yerdə sükut elədi hətta, sakit qaldı. Sakit qalmağı nəyin əlamətidir? Qarşı tərəfi deyirdi, sizdə belə bir ayə var, bizdə olsaydı həmin günü bayram qeyd eləyərdi, onu təsdiq eləməkdir. Bunu kim nəql eləyib? Təfsir-i Xazin və Əl-Lubab fi Ulumul Kitab kitabında nəql olunmuşdur. Nəticə alırıq ki, həmin gün bayram hesab olunur. Tez-tez verilən suallardan biri budur ki, bu günləri sosial şəbəkələrdə idmançılar tərəfindən, tanınmış insanlar tərəfindən bir simvolik olaraq bir işarə, əli belə tutmaq, yaxud da belə fərq eləməz. Bu işarəninki var, bu işarə nə deməkdir? Bu işarədə qayıdır Qədirxuma. Bu işarə, yəni bir əl Peyğəmbərin əlidir, Allahın salamı olsun ona və əhl-i beytinə, bir əldə Əmir əl-Müminin Həzrəti Əleyhisselamın əlidir. Peyğəmbər Qədirxum günündə xutbə oxuyandan sonra xutbənin ortasında İmam Əleyhisselamın yanına çağırır və cəmaata deyir. İmam Əleyhisselamın əlini qaldıraraq deyir. Bir əli ilə onun əlini tutur və qaldırır və buyurur, mən hər kəsin mövlası, rəhbəriyəmsə, Əli əleyhissalam da onun mövlası və rəhbəridir. Həmin o əlini qaldırmaq. Buyururlar alimlər, Peyğəmbər Allahın salamı olsun ona və əhl-i beytinə özü sözlə də deyə bilərdi. Cəmaat da bilirdi. Yaxud da yanına çağırıb deyə bilərdi. Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır. Amma Peyğəmbər onun əlini tutdu, qaldırdı. Və hətta tarixdə var ki, elə qaldırdı ki, Peyğəmbərin üzr istəyirəm, həmin kitablara əsasən qoltuğunun altı görsəndi. O paltar ki, geyinmişdilər ərəblərdə, yəni o qoltuq altı görsənə bilər. Peyğəmbərin əli o qədər qalxdı ki, daha orada heç kəsdə şək şübhə qalmasın ki, Peyğəmbər əleyhissalamın qaldırdığı əl kimin əli idi? Həzrəti Əleyhisselamın əli idi. Yaxşı, sual oluna bilər. Qədirxum bayramı ən böyük bayramdır. Nəyə əsasən? Nəyə əsasən, nə üçün Qədirxum bayramı müsəlman ümmətinin ən böyük bayramı hesab olunur? Bunun fəlsəfəsi və hikməti nədir? Baxın, Qur'an-ı Kərimdə Allah Teala Maidə surəsində Peyğəmbərimizə, Allahın salamı olsun, ona və əhl-i beytinə əmr eləyir. Ya eyyuhar rasul, ey Peyğəmbər, Allah tərəfindən sənə nazil olanı çatdır, bəlliğ. Fəilləm təfəal, fəma bəlləğtə risalətəh. Əgər çatdırmasan, Peyğəmbərliyini yerinə yetirməmisən. Ayə Peyğəmbərin əleyhissalam ömrün sonunda nazil olub. Əhl-i sünnə və şiə alimlərin buyurduqlarına əsasən Qədirxumda nazil olub. Və sual olunur. Peyğəmbər 23 il Peyğəmbəri eləyib. Nəyi çatdırmayıb ki? İndi çatdırmalıdır. Özü də o qədər əhəmiyyətlidir ki, o qədər mühümdür ki, çatdırmasa öz Peyğəmbərliyini yerinə yetirməmişdir. Namaz qılırdılar, bəli. Oruç tuturdular, bəli. Həccə gedirdilər, bəli. Cihada gedirdilər, şəhid olub, qazi olurdular. Bəs Peyğəmbərin əleyhissalam ömrünün sonunda nə idi nazil olan, çatdır deyilən, əmr olunan, özü də çatdır, bir şey var, çatdır, bəlliq çatdırdı. Yəni var bir şey, sadəcə sənin vəzifən bunu çatdırmaqdır. İmam əleyhissalamın rəhbərliyi Allah tərəfindən qəbul olunmuşdur. Peyğəmbərin vəzifəsi çatdırmaqdır əleyhissalam. Çatdırmasan, təhdidə bax. Bu qədər zəhmət çəkən Peyğəmbərə Allah tərəfindən təhdid olunur ki, 23 illik Peyğəmbərliyini, risalətini, fəma bəlləğtə risalətə yerinə yetirməmisən. Peyğəmbərin Peyğəmbərliyini yerinə yetirməməsi təhdidi nə ola bilər? Müsəlmanlar o vaxta qədər namaz qılıb həccə gedirdilər. O nə qədər mühüm bir məsələ idi ki, Peyğəmbər onu çatdırmasa, bütün Peyğəmbərliyi sual altındadır. Qurban kəsirdilər, Qurban bayramı var idi. Oruç tuturdular, Fitr bayramı var idi. Cüməyə gedirdilər, cümə namazı qılırdılar, bəli var idi. Deməli, 3 bayram var idi. Amma nəsə elə bir şey var ki, əgər Peyğəmbər onu eləməsə, Peyğəmbərliyi yerinə yetirməyib, Qurban bayramın, cümə gününü və Fitr bayramını çatdırmamışdır. Bu nə qədər mühümdür? Bu barədə düşünmüsünüzmü? Əgər düşünsək, nəticə əldə edirik. Müsəlmanlar Qurban bayramını qeyd edirdilər. Müsəlmanlar oruç tutub Fitr bayramını qeyd edirdilər. Hər həftə cümə bayramında, cümə günündə qeyd edib cümə namazı qılırdılar. Amma Peyğəmbərə Allah təala buyurur ki, o qədər mühümdür ki, çatdırmasan, heç bir şey çatdırmamısan, Peyğəmbərliyini insanlara çatdırmamısan. Deməli, Qədirxum bayramı o 3 bayramdan da üstündür. 2. Maidə 3-cü ayə. Allah təala buyurur ki, bugün dininizi kamilləşdirdim, nemətlərimi sizə tamamladım
və İslamı din olaraq sizin üçün razı qaldım. Sual olunur. Bu ayədə deyilən dinin kamilliyi və kafirlərin də məyus olmasını buna əlavə etsək, kafirlər həmin gün məyus olublar. O vaxta qədər müsəlmanlar namaz qılırdılar, bəli. Oruç tuturdular, bəli. Həccə gedirdilər, bəli. Bayramlarla bağlı. Qurban bayramını qeyd edirdilər, bəli, əlbəttə. Fitr bayramını qeyd edirdilər, bəli. Namaz qılıb cüməni qeyd edirdilər, bəli. Bəs nə üçün həmin gün din kamilləşdi? Deməli, hələ din kamilləşməmişdi. Qədr-xumla İmam Əli əleyhissalamın vilayət və rəhbərliyi, imaməti ilə din kamilləşir. Və o, ən üstün gün bayram hesab olunur. Diqqətlə qulaq asın, bir daha deyirəm. Həmin gün nazil olan ayə deyir ki, bugün tamamlandı. İndiyə qədər tamamlanmamışdı. Qədr-xumla tamamlandı. Qurban bayramı var idi, tamamlanmamışdı. Din kamilləşməmişdi. Nemətlər tamamlanmamışdı. Din, İslam dini razı qalmamışdı Allah Teala. Qurban bayramı var idi, belə deyildi. Cümə var idi, fitr bayramı var idi. Amma bununla Allah Teala bunu kamilləşdirdi, nemətlərini tamamladı. Deməli, Qədr-xum bayramı ən üstün bayramdır. Yaxşı, Qədr-xum bayramı əgər bu qədər əhəmiyyətli və böyük bayram hesab olunsa, həmin günün əməlləri varmı? Bəli. Qədr-xum günün əməllərini inşallah qısa olaraq diqqətinizə çatdırıram. 1. Vəzifəmiz həmin günü çatdırmaqdır. Bəli, Qədr-xumu yaymaq, insanlara tanıtdırmaq bizim borcumuzdur. Bunu kim deyib? Bunu əziz Peyğəmbərimiz, Allahın salamı olsun ona və əhl-i beytinə. Peyğəmbər Qədr-xum xutbəsində əleyhissalam xutbə əsnasında, sonunda dediyi cümlələrdən biri budur. Ey müsəlmanlar, ya mə'şərəl muslimin, ey müsəlmanlar, burada olanlar, şahidlər, burada olmayanlara, qaiblərə çatdırsınlar. Orada olan hacılara vəzifə qoyulub. Burada gördüyünüzü, baş verənləri İmam əleyhissalamın əlinin qaldırılmağını çatdırsınlar. Və bu günlərdə o bizə çatıb. Bizim də vəzifəmiz gələcək nəsillərə çatdırmaqdır və hər kimdə fərq etməz. İmam əleyhissalama olan məhəbbətindən, vilayətindən, imamətini qəbul etməkdən bu işarəni tutursa və bu işarə ilə hər kəsə Qədr-xumu xatırladırsa, əslində Peyğəmbərin buyurduğu vəzifəni yerinə yetirmiş olur. Çünki Peyğəmbər əleyhissalam, Allahın salamı olsun, ona və əhl-i beytinə Qədr-xumda vəzifə qoymuşdu. Orada olanların boynuna nəsil bə nəsil köçmüşdü. Bugün də biz də həmin o məsuliyyəti daşıyırıq. Peyğəmbər əleyhissalam buyurur ki, burada olanlar olmayanlara çatdırsınlar. Şahidlər qaiblərə çatdırsınlar. Və bu çatdırmağın yollarından biri də maariflənmə aparmaq, danışmaq, hətta əl işarəsi olsa da belə bütün müsəlmanlara çatdırmaq lazımdır ki, müsəlmanlar bilsinlər. Peyğəmbər özündən sonra ümməti başsız qoymamışdır. Peyğəmbər buyurub, əhl-i sünnə qardaşların, şiyələrin buyurduğuna əsasən mən kuntu mavlah, fəhəzə aliyyun mavlah. Mən hər kəsin mövlası rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir. Əlini qaldırıb ki, hamısı görsün. Deməsinlər başqa Əli idi, deməsinlər görmədi. Həm adını çəkib, həm də yanına çağırıb, əlini də qaldırıb ki, daha kim olduğunu, əlini qaldırdığı şəxsin şəxsiyyətini heç kəs danmasın. Qədr-xum günündə ən mühüm əməllərdən biri də şadlıq etməkdir. Bəli, həmin gün şadlıq və surur günüdür. İmam Sadiq əleyhissalamın nəql olunub ki, Qədr-xum bayramında şadlanın. Ümumi əhl-i beyt imamlarımız şad günündə şadlanmağı, qəm günündə qəmlənməyi tapşırıblar. Amma xüsusi olaraq Qədr-xum bayramında vəzifəmiz bayram etmək, qeyd etmək, şadlıq etmək və həmin günü daha da əzəmətli qeyd etməkdir. 3. Həmin günü bir-birinizə təbrik deyin. Qədr-xum bayramında birimizi gördükdə yaxşı olar ki, görüşək, qucaqlaşaq, möhkəm əllə və bir-birimizə təbrik deyək. Təbrikin də formaları müxtəlifdir. Ən məşhuru budur ki, Elhamdülillahilləzi cəalana minəl mütəməssikine bi vilayəti Ali ibn Əbi Talib əleyhissalam. Həmd olsun, şükürlər olsun o Allaha. Ona məxsusdur ki, bizi Ali ibn Əbi Talibin vilayət və imamətində qərar vermişdir. Allaha çox şükür ki, biz o imaməti qəbul etmişik. Azərbaycanda da bunu demək olar. Bax, bu sözü demək bir-birinə təbrik etmək mənasında. Təbəssüm etmək, gülmək, hətta buna qədər imamlarımız buyurublar ki, həmin günü neyləyin? Bir-birinizə siz görüşəndə təbəssüm edin. Və huvə yevmut təbəssüm, o təbəssüm günüdür, gülmək günüdür, şadlıq günüdür. İnsanların, möminlərlə üzləşəndə üzünüzdə təbəssüm olsun. 4. Qardaşlarla görüşə gedin, oturun, bir-birinizə qonaq gedin. Bu da İmam Rıza əleyhissalamdan buyurmuşdur ki, Qədr-xum bayramında möminlər bir-birinə görüşsünlər, bir-birinin ziyarətinə getsinlər. Savabı da o qədərdir ki, 70 nur o möminin qəbrinə daxil olar, qəbrini geniş eləyər, 70 min mələk onu qəbirdə ziyarət eləyər, onu behişdə müjdə verər. Nəyə görə? Qədr-xum bayramında mömin qardaşların görüşünə getdiyinə görə. 5. Həmin gün təvəlla və təbərra günüdür. Həmin gün biz
Peyğəmbər və onun pak əhli beytinə məhəbbətimizi elan etməliyik. Onların düşmənlərincə bəraətimizi. Təvəlla sevgi, bəraət nifrət. Həmin gün bütün insanlar Peyğəmbər əhli beytinə olan sevgisini izhar etməli, aşkar etməli və onların düşmənlərinə qarşı isə öz nifrətini aşkar etməlidir. 6. Həmin gün əhli beyt imamlarımızın buyurduğuna əsasən ibadət, şükür, həmd, səna, oruç tutmaq, namaz və salavat günüdür. Çalışın həmin günü ibadətlə keçirdin. Mən indi onların bir neçəsini inşallah qardaşların diqqətinə çatdırıram. Allaha şükür edin, Allaha həmd edin, Allaha təşəkkür edin. Allah Teala bizi İmam Əleyhisselamı tanıyanlardan və onun vilayətində olanlardan qərar verdiyinə görə ki, biz vilayətdə olduğumuz üzrə bu nemətə gərək Allaha şükür eləyək. Hətta buna buyururlar ki, səcdə edin ki, şükür edin ki, Allah Teala o şükrü eşidir və görür ki, o bəndə sevinir ki, o İmam Əli Əleyhisselamın haqq olan vilayətini qəbul edir. Oruç tutmaq. Çox yaxşı olaraq həmin gün oruç tutulsun. İmamlarımız buyurublar ki, çalışın Qədruxum bayramında sizdə oruç tutasınız və savabları o qədərdir ki, İmam Sadiq Əleyhisselamdan nəql olunan rivayətə əsasən Qədruxum gününün orucu tamam dünyanın ömrü ilə bərabərdir. Yəni, əgər insan yaşasa və dünyanın ömrü olan qədər müddət oruç tutsa, dünya nə qədər var? Dünyanın axırına qədər oruç tutsa, onun savabı Qədruxum gününün orucuna qədərdir. Başqa bir hədisdə İmam Sadiq Əleyhisselam Qədruxum gününün orucu haqqında danışanda onu 60 ayın orucuna bərabər bilmişdir. Başqa bir rivayətə əsasən İmam onu 60 ilin kəffarəsi hesab etmişdir. Günahlar çoxdur. 60 illik günahın kəffarəsi. Əlbəttə ki, Allahla bağlı haqqının, cəmaatın haqqını hər dəfə demişik. Buna qardaşlar diqqətli olsunlar. Məfatih kitabında buna baxa bilərsiniz. Başqa bir hədisdə Qədruxum gününün orucu insan ömrünün orucuna və 100 həccə, 100 ümrəyə bərabər tutulmuşdur ki, ona həsənə savab veriləcək. Qədruxum gününün namazı. Qədruxum günü ən böyük bayramdır. Savabdır həmin gün 2 rükət namaz qılınsın. Həcdə olanlar, imkanı olanlar Qədruxum vadisinə getsinlər. Qədruxum adlanan məntəqədə İmam Sadiq Əleyhisselam buyurduğuna əsasən orada namaz qılsınlar. Əgər imkan varsa. Amma olmayanlar harda olursa olsun qüsul versin. Qədruxum gününün qüsulunu verirəm qurbətən iləllah. Ondan sonra zöhr namazından qabaq, yaxşı olar yarım saat qabaq 2 rükət namaz qılsın. Hər rükətdə 10 dəfə Qul Huvallah surəsi, yəni Tövhid surəsi və 10 dəfə Qədir surəsi və 10 dəfə Ayətəl Kürsünü oxusun. İkinci rükəti də birinci rükət kimi qılsın. Namazın salamını verəndən sonra səcdəyə getsin və 100 dəfə Allaha şükr etsin. Yaxşı olar bir dua da var Məfatih Cinan kitabında, imkanı olanlar onu oxusunlar. Hər kəs bu namazı qılarsa, İmam buyurur ki, əleyhissalam, sanki Qədruxum günündə Peyğəmbərlə İmam Əleyhissalam olanda beyət eləyənlərin savabında o da şərik olar. Əlavə də o insanlara həcc və ümrə savabları verirlər. O qədər əhəmiyyətli namazdır ki, İmam Sadiq Əleyhissalam buyurub ki, həmin gün o namazı qıla bilməyənlər onun qəzasını qılsınlar. Vacib deyil, savab namazdır. Amma o qədər təkid olunub ki, bəzi hətta alimlər buyururlar ki, yeganə qəzası olan bir neçə müstəhəbbi namazdan biri də Qədruxum gününün namazıdır. Hətta qəzasını belə əldən verməyin. Qədruxum günü ümumi qüsul vermək müstəhəbdir. Bundan qabaq namazla bağlı danışdıq. Elə bir qüsul verib o namazı da ondan qılmaq olar. Qədruxum günü çoxlu salavat göndərmək, Peyğəmbər və onun pak əhli beytini salavatla yad eləmək çox təkid olunmuşdur. Allahummə salli ala Muhammed və ali Muhammed. Nüdbə duası çox təkid olunmuşdur. 4 bayramda oxumaq, o bayramlardan biri də dediyi Qədruxum bayramıdır. Nüdbə duasını oxumağı unutmayın. Və ictimai baxımından da Qədruxum günü çox yaxşı olar ailənizə əlinizi geniş açın. Ailə üçün pul xərcləyin. Ailə üçün lazım olanlardan əlavə çox geniş formada səxavət göstərin. İmam Sadiq Əleyhisselam buyurur ki, Qədruxum günü çox təkid olunub ki, insan həmin günü Allahı zikr etsin, Peyğəmbər onun əhli beytinə salavat göndərsin, kişi öz ailəsinə geniş əlin açsın. Qədruxum günü yaxşı olar xeyirxahlıq eləyəsiniz. Bəli, ailədən də əlavə imkanı olanlar xeyirxahlıq eləsinlər, əl tutsunlar, imkansızlara pul, yemək, içmək, mömin qardaşlarına göndərsinlər. Həmin gün xərclənən, İmam Sadiq Əleyhisselam buyurduğuna əsasən, həmin gün xərclənən bir dirhəm, mömin qardaşlar üçün xərclənən bir dirhəm, Qədruxum günündə olan o bir dirhəm bərabərdir 1000 dirhəmə. Mömin bacı qardaşlarınıza həmin gün pul xərcləməklə şad eləyin. Qədruxum günündə yaxşı olar ki, kiminsə ailəsinin xərcini boynuna götürəsən, onun yeməyini ödəyəsən. Bəli, Əmir əl-Müminin Həzrət Əleyhisselam buyurub ki, mən zaminəm, öz öhdəmə götürürəm. Hər kəs Qədruxum günündə mömin qardaş və mömin bacılar üçün onların həyatının həmin günün xərcini boynuna götürərsə,
İmam deyir, mən zaminəm ki, o küfrlə dünyasını dəyişməz. Yəni İmam Əleyhisselam buyurur ki, o küfrdən amanda qalar və o həmçinin də kasıbçılıqdan amanda qalar. İmam Əleyhisselamın zəmanətidir. İnşallah Allah bu zəmanəti bizə nəsib eləsin. O cümlədən də həmin gün süfrə açmaq, yemək vermək çox təkid olunmuşdur. Bəli, yenə də nəql olunur İmam Sadiq Rəssamdan Vəsail-i Şişə kitabında Qədirxum günündə çalışın, süfrə səlin və taam verin, mömin qardaşlarınızı dəvət edin. İftar verməklə bağlı. Həmin gün oruc müstəhəbdir. Kim oruç tutarsa, həmin günü yaxşı olar ki, onlara iftar süfrəsi verilsin. Və İmam Əmir əl-Müminin əleyhissalamın buyurduğuna əsasən hər kəs Qədirxum bayramında oruç tutanlara iftar versə, onun orada xərclədiyinin mükafatı sanki 1 milyon peyğəmbərə, övliyalara, övsiyalara, onun canişinlərinə, şəhidlərə iftar vermişdir. 1 milyon. Savabı əldən verməyin. Əlbəttə, gərək imamın buyurduğu kəlamından alimlər də nəql edirlər ki, verdiyi yeməyin özü öz yeməyindən olsun. Yəni, keyfiyyətli yemək versin. Sadə süfrə ilə iftar süfrəsi verməsin. Yaxşı iftar hazırlasın, mömin bacı qardaşlarını dəvət eləsin. Həmin gün hədiyyə verin. Çalışın, hədiyyə verməklə, möminləri sevindirməklə Qədirxum bayramını qeyd eləyin. Qədirxumda möminlər bir-birinə hədiyyə verərlər. Necə ki, İmam Rıza əleyhissalamın özü Qədirxum bayramında qonaq eləyərdi iftar süfrəsinə və ən yaxşı yeməkləri bişirərdi. Qonaqlara əlavə, yeməkdən əlavə geyim, ayaqqabı, hətta üzük və hədiyyələr verib onları evinə, mənzilinə yola salardı. Həmin gün gedin alimlərin görüşünə, rəhbərlərin, layiq olan rəhbərlərin, İslam rəhbərlərin görüşünə gedin. Necə ki, hədislərdə gəlmişdir, Əbu İshaq adında biri İmam Hadi əleyhissalamı Qədirxum günü ziyarət etmişdir və buyurmuşdur ki, mənim sizin görüşünüzə gəlməyinin səbəbi elə həmin bu Qədirxum bayramına görədir ki, mən bu gün Qədirxum bayramında şəhadət verirəm ki, siz Allahın yer üzərində olan insanlara höccətisiniz. Həmin gün qardaşlıq, sadə dillənsinin avam cəmaət dilində qardaşlıq siğəsi deyirlər. Əqd-i uxuvvət bizim dilimizdə kimsə başqası ilə müəyyən kəlmələri oxumaqla qardaş hesab oluna bilər. Bir-birinin boyuna haqq tapırlar. O haqlar kitablarda qeyd olunmuşdur. Həmin gün kim kimlə qardaş olmaq istəyirsə, möminə xanımlar, bacılar bir-birinə bacı olmaq istəyirsə, Qədirxum günü bu işi görsünlər. Şəraiti kitablarda gəlmişdir. Həmin gün çalışın ağamız, mövlamız, Əmir əl-Müminin Həzrət Əleyhisselamı Nəcəf şəhərində qəbrini ziyarət edəsiniz. İmkanı olanlar Qədirxum bayramında özünü çatdırsın Nəcəfə. Əmir əl-Mümin Əleyhisselamın qəbrini, paş olan qəbrini ziyarət etsin. Uzaqdan olanlar da ziyarətnamə oxumaqla imamı ziyarət etsinlər. Amma fəziləti nə qədərdir? Baxın. İmam Rıza əleyhissalam öz səhabəsinə deyir, harada olsan çalış özünü Qədirxum bayramı günü Əmir əl-Müminin Əleyhisselam paç qəbrin yanına çatdırasan. Nəyə görə? İmam buyurur. Çünki Allah Teala o gün çoxlu müsəlman kişi və qadın günahlarını əfv eləyir. Sonra imam buyurdu. Ramazan ayında, fəzilətə baxın, Ramazan ayında, Qədir gecəsində, Əhyə gecəsində, Fitr bayramı gecəsi Allah Teala cəhənnəm əzabından azad etdiyi insanların 2 bərabərini Qədirxum günündə cəhənnəm odundan azad eləyir. Bu qədər fəzilət. Yəni, Qədirxum günün fəziləti Allahın rəhmət bağışlanmağını qazanmaq baxımından hətta o günlərdən də üstündür. Allah Teala 2 bərabərin orada azad. Bu hədisi İqbalda Seyyid ibn Tavus nəql etmişdir. Allahın verə Peyğəmbər və onun pak əhl-i beytinə Allah Teala bizləri Qədirxum bayramını, həqiqəti, onun həqiqətini başa düşənlərdən, onu qəbul edənlərdən, o bayramı qeyd edənlərdən qərar versin.